Sen kimsene? Nişat! Hadi. Vay Nişat'ın boğulu içine bay Ay, Nişat! ne olur? Vay bu kimde? Bu nedir? Hemen almışam da 14 fevralda günü. Hediye almışam sana. Sen tayfan kurusun. Boy ha boy. Ne alıpsa? Ha, sağ ol. Ben de seni sevirəm, sağ ol. Buna bak ya. Ya bu tamam. Bununki budur. Elə gəlib deyəsən sabahın xeyri, kral. Sənki budur bax. Ama bakayım. Bunu mu alıpsan ha Nişat? Yo, dədəm almışdım, xoşlamadı, dedi apar ver gün elə. Prikol sandana prikol. Sen de deyin o pırfız başı. Madüsünü de. Buna ne kadar pul verirsen? Hadi, nə lazım, nə qədər vermişəm? Mən sizə ki, nəsə vermişəm, amma az verməmişəm, deyim sənə. Oo, öltüküsün Buna veren pulu vererdim. Ete holodeniki doldurardım dana. Holodeynikin də öz yeri var, hər şeyin öz yeri var da. Və bizə özəl günlərdir ki, adam öz sevdiyi xanıma bir jest edir, hədiyyə alır. Etmi tökmə sən canı, etmi tökmə. Bu, elə bir balaca uşaqlar ki, nağarım mən bu mişqanı nağarım. Adamın ruhu qocalı bir ruhu. Bütün peşman elədi adamı. Niyə aldın bunu? Ay, şit bala. Deyirəm, özün kimi yoxsulun birini niyə gətirib tutdun bu evə? Nədir? Özümüz gücünə sığışırıq, bura. Adamı peşman eləmə də Cüneydə. Dəqiqədə bir tak-tak başımıza vurma da. Diqqət eləmədi ki. Başına tak-tak vurmuram, Prosto deyirəm ki, bir alanda urvatlı hədiyyə aldan ha. Bu mişqanı indi nağar aşıq. Hay, aparıb qoyacam dana bir servantın başına mı, bir küncəmi qoyacam, orada nağar aşıq, tozlanacaq, kirlənəcək, batacaq, əziyyəti də mağa qalacaq. Bu, hansı evdə görüb səni, mişqan hansısa bir şey yarasın. Görübsən? Ay. Eşidirəm də, nə olur? Görməm sana, görməm sana. Çünki bir mişqa heç bir evdə lazım deyil. Bunun axırı nə olacaq? Axırı zibil qutusu olacaq. Bildin? Sonra olduqdan sonra ora gedəcək. Nə alıb gətirirdin? Cüneyt, mən sənə bu 14 fevralda sayıb, adam bilib, hədiyyə aldığım üçün səndən çox-çox üzr istəyirəm. Həmişə il boyu bir-birimizi belə sevək, bir-birimizə belə hörmətli olaq. Ehtiyac yoxdur, mən özüm onu aparıb zibil yeşinə atarım. Sən əziyyət çəkmə. İncidi, küstü. Küsmə dana. Sana bir söz demədim ki. Dedim, urvatısını al bana hədiyyə alma. Nə dedim ki? Gələn alaram. Bu, dayan görməyik. Və mən sana nə alacağım? Sən mənə heç nə alma. Sən elə dur, mənə hədiyyədir, dur. Sən dur, dur, dur. Sevir, sevmir, sevməsən təkrar et bir də. Sonra senin olacak. Afiyet olsun. Minik tanıdık yemişim. Ben bir şey Salam ata. Sonra Ha bax görüb. Qanı niyə qaradı? Ha yoxsa sağ mavi verməsələr özümü öldürərəm deyən kürəkənim sayısı da almayıb ha? Yox, ata alıb. Almağını alıb. Aha. Ata, sən Nicatı diqqətsiz bilməyi? Oy, dəhşət. Bir sənlə diqqətsizdir. Bir həftə maşınım onda qaldı. Düşmədiyi radar qalmayıb. Yaman diqqətsizdir əşi. Ata, sən də onu qınama da. Velosiped sürən adama cipi verdin ki, götürsür. Bax, ağıllı fikirdir. Bax, ağıl yoxdur. Bunu buna nə yapıyorsun? Bu gitsin velosipedin sürsün. Nə deyim ata? Hədiyyəndir də. Alıb da, alıb. Deyəm. Canın uçu tapmışam nə alıb. Deyim. De. Bax, gör nə tapmışam. 8 karatlıq brilyant üzük. Elədi mi? 8 karatlıq üzük olmasa da, əsas odur ki, alıb. Nə alıb da? Bu nə alıb? Sən bunu bu boyda şişirdirsən, gizli saxlayırsan. De də bunu. Atanam sənin. Atam, mişqa alıb. Fayyat deyilən sənin. Bunlar elə bir nəsillikcə bunlara hədiyyə deyəndə
Ancaq elə mişqə fikirləşirlər. Başqa şey fikirləşmirlər. Hey, mişqə. Ata, Hə, can. deyirəm bəlkə mənə də biraz pul verəsən, mən də Nicata hədiyyə alım. Buna bax, ağlıma bir qəşə ideya gəlib. Deyər. Bax, indi bir dəqiqə deyəcəm sən nə ideya. Gəl belə eləyək. Da alırıq da. Hə. Gəl Nicata bir dənə qəşə, yekə, dovşan mişqə salaq. Ata, dovşan nədir? Dovşan da, yekə, dovşan belə, bu axlı zaddır. Hə. Ata, biz Nicata elə bir hədiyyə seçməliyik ki, onu həyecanlandırsın. Ay, qızım məni az güldür. Hə, sənin o Nicatın var ha. Onun dədəsi onu elə böyüdüb ki, ona 100 manatlıq hədiyyəni verəndə ələ-ayağı asilir, həyəcandan az qal üstündə skor gələ. Danışırsan, danışdırmadan məni. Eşitirsən? Bax qızım, ata. deyəm.